Astra Telegram kanalı Minvalın Azal təyyarəsinin vurulması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verilməsinə dair məqaləsində adı çəkilən kapitana zəng edib. Yaşıl Media Oxu Aza istinadən xəbər verir ki, Rusiyanın Astra nəşri daha əvvəl Minval tərəfindən dərc edilmiş məlumatların həqiqiliyini təsdiqləyib və 25 dekabr 2024-cü il tarixində Grozny səmasında vurulan Embraer 190 sərnişin təyyarəsi ilə bağlı məqalədə adı çəkilən hava hücumundan müdafiə kapitanı Dmitri Paladichukla əlaqə saxlayıb. Anonim məktubda yer alan izahat yazısında Paladichuk hədəfi məhv etmək əmrini telefonla aldığını iddia edir. Paladichuk, Astra ilə söhbətində rəsmi şərh verməkdən imtina etsə də, izahat yazısının yazılması faktını inkar etməyib. Mən indi Rusiya ilə Azərbaycan arasında nə baş verdiyini bildirəm. Başa düşürsünüz, müharibə gedir. Mən ümumiyyətlə siyasətdən uzağam. Yaşıl Media öz gedən səs yazısını sizlərə təqdim edir. Rusiya publikinin fikrində Paladichuk həqiqətən də hava hücumundan müdafiə qüvvələrində xidmət edib. Alo. Азимут 338, дальность 7000, высота 490, скорость 118, курсом на 230. Да, дальность уже 7. Огонь! Огонь, говорю! Есть ход! Пропущено. Повторно. Еще раз огонь. Есть огонь.